Kino-sevərlər, bu dəfə çox yayılmış bir mifə baxırıq. Ənənəvi bank kartlarında məlumatlar maqnit zolağı və ya çip üzərində saxlanılır. Bu zolaq güclü maqnit sahəsinə məruz qalarsa, bəli, zədələnə bilər. Amma müasir telefonlar bu cür zərər verə biləcək qədər güclü maqnit sahəsi yaratmır və bu kartınızı poza bilməz. Beləliklə, bugün bir texnomifi dağıtmış olduq. Texnologiya haqqında daha çox maraqlı həqiqətlər öyrənmək istəyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək texnologiya ilə qalın, amma hər zaman doğru məlumatla.